Netanyahu əmr etdi, 48 saata bunu həll edin. İsrail, Amerika Birləşmiş Ştatları, İran sülhü, daha doğrusu İsrail tərəfi Amerika Birləşmiş Ştatları, İran sülh planının əsas məqsədlərə çatmadan müharibəni dayandıra biləcəyindən qorxaraq İranın silah sənayesinə zərbələri gücləndirir. Bu barədə New York Times nəşri də məlumatlar yayıb. Netanyahu orduya İranın nüvə və raket proqramlarını hədəf almaq üçün 48 saat ərzində hərəkətə keçməyi əmr edib deyə məlumatda bildirilir. Qeyd edək ki, ABŞ administrasiyası yaxın şərqdə davam edən münaqişənin həlli üçün 15 maddəlik sülh planı təqdim edib. İran isə Amerikanın təklifini rədd edərək Tehranın müəyyən etdiyi konkret 5 şərt irəli sürüb. İsrail Baş naziri isə Benyamin Netanyahu müvafiq tapşırıqlarında 48 saat ərzində İrana daha dağıdıcı və sərt həmlərin edilməsi ilə bağlı tapşırıqlar verib, xüsusilə nüvə və raket proqramlarını hədəf alan hücumların həyata keçirilməsi gözlənilməkdədir. Növbəti xəbərlərdə diqqətinizə çatdıracaq. Yeni qoşulan çoxsaylı tamaşaçılarımıza isə bir daha ricamızı xatırladırıq. Yayımızı bəyənin, kanalımıza abunə olmağı unutmayın. Hal-hazırda 500-ə yaxın şəxs bizimlə birlikdədir. Cəmi 36 bəyənmə var. Bu qədər tamaşaçı üçün olduqca az göstəricidir. Bunu sayını daha da artıraq və kanalımıza abunə olmağı da unutmayın ki, baş verən ən önəmli hadisələri və gərgin gedişata dair sizə təqdim etdiyimiz məlumatları sizinlə birlikdə daha geniş auditoriya Mediatürk TV vasitəsilə izləyə bilsin. İran məğlubiyyətini qəbul etməlidir. Əks halda bunlar ola bilər. Ağ Evdən İrana növbəti sərt bir xəbərdarlıq gəlib. ABŞ prezidenti Donald Trump'ın İranla bağlı mövqeyi ciddi xarakter daşıyır. Bu barədə Ağ Evin mətbuat katibi Karolina Levit mətbuat konferansında bildirib. Onun sözlərinə görə İran bir daha yanlış nəticələr çıxarmamalıdır. Ağ Ev rəsmisi vurğulayıb ki, İran məğlubiyyətini qəbul etməlidir. Əks halda daha sərt şəkildə vurulacaq. ABŞ və İran arasında danışıqlar davam edir və məhsuldar keçir. Bununla yanaşı rəsmi Ağ Evin nümayəndələri növbəti dəfə İrana olduqca sərt şəkildə də xəbərdarlıq ediblər ki, ya şərtləri qəbul edin, ya da daha ağır və sərt zərbələr sizi gözləyəcək. Sepah istədiyini aldı. Trump elan etdi. İsraillə bağlı da ilginc məlumatlar var. ABŞ prezidenti Donald Trump İranın nüvə silahı əldə etməklə bağlı qərarının dəyişdiyini bildirib. Trump bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Onun sözlərinə görə İran heç vaxt nüvə silahı əldə etməmək barədə Vaşinqtonla razılaşıb. Bu barədə danışan politolog Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-İsrail ittifaqı ilə İran arasında davam edən müharibə razılaşma ilə yekunlaşmaq üzrədir. Hər halda Donald Trump belə qeyd edir. Pakistanda keçiriləcək danışıqlarda 15 maddədən ibarət təkliflər planı müzakirə olunacaq, lakin İranın bəzi maddələrlə razılaşmaması mümkündür. Buna baxmayaraq nüvə silahı əldə etmək istəyindən geri çəkilir. Bu müharibədə ABŞ qismən qalib gəldi, amma konkret olaraq tam qalib yoxdur. İran rejimi yerində qalır. Danışıqlar da aparılacaq. Hələlik atəşkəs əldə olunmayıb. ABŞ bir növ Venezuela senarisini tətbiq etməyə çalışır. Düşünürəm ki, danışıqlar müsbət olacaq, çünki hər iki tərəf yorulub. Sepaha hakimiyyətdə qalması lazım idi və bu baş verir. Müharibə uzanarsa Sepah rəhbərliyi yenidən sıradan çıxarılacaq. Ona görə də danışıqlara razılıq verdilər. Bu müharibə İranın heç də zəif olmadığını göstərdi. Əksinə, İsrailin təhlükəsizliyindəki boşluqlar ortaya çıxdı. Həmçinin Körfəz ölkələri də ABŞ-nin onları müdafiə etmədiyini gördülər deyə politolog qeyd edir. Neft bu qiymətə qədər bahalaşa bilər. ABŞ administrasiyası neft qiymətlərinin $200 qədər yüksəlməsinin ölkə iqtisadiyyatına necə təsir edəcəyini araşdırır. Bu barədə Bloomberg mənbələrə istinadən məlumatlar yayır. Qeyd olunub ki, enerji qiymətlərinin kəskin şəkildə artması senarisinin modelləşdirilmək gərginliyin artdığı dövrlərdə standart prosedur və proqnoz deyil.
Belə ki, bu təhlil ABŞ hakimiyyət orqanlarının uzun müddətli münaqişədə daxil olmaqla bütün mümkün senarilərə hazır olmasını təmin etmək məqsədi daşıyır. Müharibə uzandıqca neftin qiymətlərindəki artımların da müşahidə olunması ilə bağlı təbii ki, senarilər və proqnozlar da günü-gündən daha da artmaqdadır. Netanyahunun isə mətbuat katibi istefa verir. İsrail Baş Nazirinin mətbuat katibi Ziv Agmon sərt açıqlamalarına görə ünvanına yönələn tənqidlər fonunda istefa verir. Bu barədə The Times of Israel nəşri məlumat yayıb. Bildirilib ki, Agmonun istefasına səbəb onun Mizrahi yahudiləri ilə bağlı səsləndirdiyi iqçi fikirlər və baş nazir haqqında tənqidi açıqlamaların üzə çıxması olub. Ziv Agmon qeyd edib ki, yayılan statlar doğrudur, lakin kontekstdən çıxarılıb. Bu ifadələr şəxsi söhbətlərdən götürülüb və əksəriyyəti vəzifəyə başlamazdan əvvəl səsləndirilib. Məqsəd mənə qarşı kampaniya aparmaq və baş nazirə zərər vurmaqdır deyə o qeyd edib. O həmçinin bildirib ki, bu fikirlər onun dəyərlərini əks etdirmir və iqçilik ittihamlarını rədd edib. Agmon əlavə edib ki, yaranmış ictimai müzakirələr fonunda vəzifəsini davam etdirməyin məqsədə uyğun olmadığını hesab edərək istefa vermək qərarına gəlib. Amerika Birləşmiş Ştatlarında isə Trump'ın məhz rəhbərlik etdiyi, təmsil olunduğu partiya daxilində də parçalanmaların və gərginliklərin olduğu görünməkdədir. Respublikaçılar arasında parçalanma yaşanır, quru əməliyyatına yox deyirlər. Yəni Amerika Birləşmiş Ştatlarında bilirsiniz ki, konqresmenlərin də, yəni Trump'ın təmsil olunduğu və hazırki belə deyək, respublikaçıların hakimiyyəti dövründə əsas təbii ki, orada qərar verici qüvvələrdən biri də konqresmenlərdir. Təkcə Trump öz başına hərəkət etmir. Məhz onun təmsil olunduğu və liderlik etdiyi partiya daxilində də ki, konqresmenlərin fikirləri də nəzərə alınır. Yəni İranda quru əməliyyatların başlanılması üçün mütləq onlar da bu məsələdə Trump'la eyni mövqeyi bölüşməlidirlər və konkret indiki məqamda bir gərgin əhval-ruhiyyə də növbəti dəfə Amerika Birləşmiş Ştatlarında daha intensiv və artan bir xətt üzrə davam edir və burada fikir ayrılıqlarının ortaya çıxması istənilən halda Trump'ın özünü də narahat etməyə bilməz. Görək nələr baş verir Amerika Birləşmiş Ştatlarının daxilində Trump əleyhinə hansı hadisələr yaşanmaqdadır və bugünkü müharibəyə İranın daxilindəki gedişdə bu parçalanmalar, qarşılıqlı fikir ayrılıqlarının çoxalması nə dərəcədə təsir edə bilər bu istiqamətdə yayılan və ortaya çıxan yeni məlumatları sizin diqqətinizə çatdırırıq. Trump administrasiyasının bölgəyə əlavə qoşun göndərməsinə baxmayaraq, həm Amerika xalqı, həm də qanunvericilər İrana qarşı hərbi zərbələrdən narahatlıq keçirməkdə davam edirlər. Axios bu barədə məlumatlar təqdim edir. Neft bazarındakı qeyri-sabitlik fonunda Prezident Trump həm diplomatik yolun tərəfdarı olduğunu bildirir, həm də mümkün hərbi eskalasiya variantlarını masada saxlayır. Konqresdə quru əməliyyatına etirazlar getdikcə artır. Respublikaçı konqresmen Nancy Mace İranla bağlı briefingdən sonra kəskin bəyanatlar çıxış edərək quru qoşunlarının əməliyyatlara cəlb olunmasını dəstəkləməyəcəyini bildirib. Digər respublikaçı senator Josh Hawley bənzər mövqe nümayiş etdirərək deyib, ümid edirəm ki, quru qoşunlarının döyüşlərdə iştirakını görməyəcəyik. Artıq bu münaqişəni bitirmək vaxtıdır. Rəqəmlər nə deyir? Sorğun nəticələri də elan olunur. Keçirilən son rəy sorğuları ABŞ vətəndaşlarının böyük əksəriyyətinin proseslərin gedişatından narazı olduğunu göstərir. Quru qoşunlarının göndərilməsi və bununla bağlı müxtəlif sorğuların keçirilməsi də Reuters'də yayılan məlumatlarda öz əksini tapır. Respondentlərin 65%-i geniş miqyaslı quru əməliyyatını real hesab edir. Lakin yalnız 7%-i bunu dəstəkləyir. Əməliyyatların miqyası sorğun nəticələrinə görə hər 10 Amerikalıdan 6-sı İrana qarşı son hərbi addımların həddini aşdığını düşünür. Partiya daxilində də bölünmə var. Araşdırmalara görə gənc respublikaçıların yalnız 49%-i Trump'ın İran siyasətini dəstəkləyir. Yaşlı nəsildə isə bu rəqəm 84%-i təşkil edir. Strateji hədəflər və Ağ Evin mövqeyi nədən ibarətdir? Ağ Evin sözçüsü Davis Ingle bildirib ki, prezident qərarlarını rəy sorğularına görə deyil, Amerika xalqının maraqlarına uyğun verir. Hazırda quru qoşunlarının göndərilməsi planlaşdırılmasa da Trump bunun tamamilə istisna edilmədiyini vurğulayıb. Analitiklərin fikrincə ABŞ-nin əsas məqsədlərindən biri Kəngər boğazını yenidən açmaq və neft axınını bərpa etməkdir. Bu məqsədlə İranın xam neft ixracının böyük hissəsini təmin edən Xarq adasının blokadaya alınması və
işğal variantları da müzakirə edilir. Hazırda ABŞ və İran arasında danışıqların davam etdiyi bildirilsə də, Ağ Evin mətbuat katibi Caroline Levitt Tehranın sülh planını rədd edəcəyi təqdirdə prezidentin cəhənnəmi alovlandırmağa hazır olduğunu qeyd edib. Yəni İrana sözün həqiqi mənasında bir cəhənnəm yaşadacağıq və daha da ağır zərbələr endirilə bilər. Əgər onlar bizim şərtlərimizlə razılaşmasalar, yəni Amerika Birləşmiş Ştatları növbəti dəfə bu fikirləri açıq şəkildə ifadə eləyir.